Azərbaycan Kinematografçılar İttifaqının təşkilatçılığı ilə keçirilən Qəbələdə Kino Günlərinin 30 aprel tarixində ilk nümayişi rejissor Pərviz Həsənovun Başlıbel mühasirə gündəliyi tammetrajlı sənədli filmi ilə başlayıb. Filmi tamaşaçılara Qəbələ Mədəniyyət Mərkəzinin böyük zalında kinotənqidçi Aygün Aslanlı təqdim Bu bölgələrimizdə Sovet dövründə hər yerdə 2 ya 3'e yaxın kinoteatr olub, kənd klubları olub və indi onların heç biri fəaliyyət göstərmir. Bu kinoteatrların biraz da bərpasına təkan vermək istəyirik. Bu üçün cavabdeh olan insanlar görsünlər ki, bölgələrdə də insanlar filmlərə baxmaq istəyirlər. Nümayişin əsas iştirakçıları Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri olub. Mərkəzin direktor müavini Reyhan xanım Məmmədova nümayişdən sonra ekran əsəri barəsində danışıb. Müqədim bir məmləkəti işğal eləyərək gələcək uşaqlar düzgün vaxtında siyasət aparılmasaydı, o Kəlbəcər, Laçın hadisələri üzü bəri gələcəkdilər. Qəbələ, İsmayılı, Şamaxı, Bakı Ermənistan şəhəri olacaq. Xülya olaraq qaldı. Çox şükür. 30 aprel tarixində ikinci nümayişdə tamaşaçılara rejissorlar Daniel Quliyevin Uzaq Bədii və Fariz Əhmədovun sonuncu sənədli qısametrajlı filmləri göstərilib. Qəbələ Mədəniyyət Mərkəzinin kiçik zalında Kino Günlərinin moderatoru kinotənqidçi Aygün Aslanlı ilə filmlərin müzakirəsi keçirilib. Özünü təmizləyərək dünyadan köçürsə digər mələk dünyadan köçürsə. Uşaq şəhərə gedibdir, qardaşı da oradadır. Amma bu gedib elə bir mühitə düşür ki, aslı olmayaraq bir mühit deyil. Bunun dostları da var, yoldaşları da var, insanların yaxşı düşdüyü yox. Amma onların pis yola düşdüyünə heç bir işarə yoxdur.